Nədir söhbət? Ona deyiblər ki, Allaha inanırsınız. Deyib ki, yox. İnanırsansa var, inanmırsansa yoxdur. Məhəmməd Peyğəmbər Qoç bürcü olub və o Qoç bürcünün əlamətlərini özündə bir üzə verməyibsə, bu o demək deyilmi ki, bürclər boş şeydir? Hə, tutaq ki, hə. Planetlər idarə edirlər 100%. Mən bir şey deyim sizə, planetləri idarə eləyən də sizsiz əslində. Mənə qəribə gələn bilirsən nədir? Bir bürcün mənim haqqımda detaylı məlumat verə bilməsi. Bunlar çox stratejik olurlar. Məsələn, Hitler, məsələn, Atatürk. Balıqdan çıxdı hal-hazırda qoça girib türkü məsələ. Dolçanı pis günə qoydu yəni. Sosial mediada bu dəqiqə nə bilim 150 dənə astroloq var. Hərəsi çıxıb bir şey danışır. Hər şeyin bir simulyasiya olduğunu zaten mən düşünürəm. Dostlar, xoş gördük. Söz verdiyimiz kimi bir həftə bitdi və biz yeni video ilə, yeni podkastla söz vermişdik ki, bir həftə bitəcək. Biz demişdik ki, çox yox, bir həftəyə sizinlə yenidən görüşəcəyik və bir həftə tamam oldu. Biz gəldik və bu günlərim sizin başınızı çox ağrıtmadan, sizi çox incitmədən bir mövzu ilə bağlı burada qısa bir debat, qısa bir söhbət eləyəcəyik. Və təbii ki, siz bizim podkastlarımıza Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə baxırsınız. Biz isə başlayırıq və mən Natavana belə bir sual vermək istəyirəm. Və istəyirəm ki, Natavan bu suala cavab versin, onun əsasında bizim söhbətimiz başlasın. Çünki bugünkü mövzuda mənim biliklərim, sənin bilikləri və uduzur. Elə bir mövzudur. Sənə belə bir sual verim. Doğum tariximiz, bizim doğum tariximiz həqiqətən də həyatımızı idarə edir, yoxsa sadəcə elə belə bir təsadüfdür? Hər kəsə ilk öncə salam. Heç mən giriş edib salam verə bilməmişəm. Bugün bilmirəm mövzumuz da nədir. Elman direkt məni elə bil ki, verilişə çağıran kimi suallar başladı verməyə. Doğum tariximizin, elə bil ki, bu sənin həyat şifrəndir də. Yəni, bu ilə hər şeyi çözə bilərsən. Çox adam deyir ki, elə şeylərə inanmıram. Əlbəttə ki, yəni spiritualizm inananlar var, qoroskopa inanmayanlar var. Belə şeylər, amma bu bir şeyin varlığını, yəni sən inanmırsansa, dəyişdirmir onsuz da bir şeyin var olub olmağını. Sualın oydu ki, doğum tariximizin bizim bir həyatımıza, bizim bir yaşamımıza təsiri var. Bəli, hətta saatın belə, hətta dəqiqənin belə. Hətta harada anadan olmusan, harada dünyaya gəlmisən. O belə. O belə, hamısı. Bunların hamısı sənin bir şifrəndir. Tamam. Dostlar, biz bugün numerologiya və astrologiya haqqında danışacağıq. Mövzu sizə də maraqlıdırsa, ekrana yaxın əyləşin, kanala abunə olun və videolarımızı bəyənin. Siz də öz fikirlərinizi şərhlərdə qeyd eləyin. Dostlar, davam edirik. Elan elədiyimiz kimi bugün numerologiya və astrologiya haqqında danışacağıq. Bizim bir videomuz var idi, hansı ki sırf astrologiyaya aid idi və belə çox belə keşməkeşli, maraqlı bir gün keçirmişdik həmən günü. Amma yəni nəticədə o videonu çəkmişdik, çox az da olsa söhbət eləyə bilmişdik. Bugün çalışacağıq bütün bu söhbətlərimizi yarım saata sığışdıraq ki, nə Natavanın, nə mənim sualım qalmasın, nə də sizin sualınız qalmasın. Digər mənim toxunmaq istədiyim məsələ nədir, Natavan? Bax, məsələn, deyirlər ki, adımızdakı hərflər doğulduğumuz gün ki, bayaq sən də bunu qeyd elədin, taleyimizdir. Amma mən, şəxsən mən, bunu heç vaxtı hiss eləməmişəm. Ki, yəni, məsələn, mənim doğulduğum tarix, mənim doğulduğum yer və yaxud da, nə bilim, nəysə də bunlara nə əlavə eləmək olarsa, mən bunu hiss eləməmişəm ki, bunlar mənim həyatıma necə təsir edir ümumiyyətlə? Eləyirmi? Mən heç bir mövzuda kəskin danışmağı xoşlamıram. İstisnalar xaric. Baxın, gördünüz, yenə də kəskin danışmadım. Çünki həmişə bir istisna var. O günlərdə bir nəfərlə də bu ilə bağlı bir dənə oğlan var. TikTok, Instagram məşhurdur və mən onu illərdir deməyim də, hətta illər də ola bilər, bəlkə də izləyirəm. Həmişə kimsə, məsələn, qida haqqında nəsə deyirsə, onu səhv çıxartmağa çalışır ki, ay şəkər xəstəlikdir, yox, elə deyil. Biraz belə kıvırcıq oğlandır. Yəni, sevərək izlədiyim
istədiyim birisi, amma o gün az qalmışdı təlaşım. Bir şirkətin məhsulları ilə bağlı paylaşım eləmişdi. Mən dedim ki, o məhsullardan mən 2015-dən bəri istifadə edirəm, aralıqlarla təbii ki. Və bir şey haqqında dedim danışanda heç olmasa istisna deyin, ya da ki, bu qədər sərt yox da. Deyir ki, yox, onun satışına məşğul olanlar dələduzluq eləyir falan. Mən də deyirəm ki, şirkətin, yəni istifadə eləyənlər, belə deyim də, satışla məşğul olan tərəf başqadır, məhsulların öz göstərdiyi güc başqadır. Sən bir şeyə görə hər şeyi yandıra bilməzsən. Heç sevmirəm Elman, həqiqətən bir mövzuda özünün fikri olub. Amma bunu eləymiş kimi də inanıb savunmaqlar. Çünki sənin uşaq baxır, yaşlısı baxır. Bəzi insanlara həqiqətən də iştahını bağlaya bilmirlər. Bəzi insanlar həqiqətən də belə deyim də, onlara asanlıqla unat, çörək asat deyə bilmirsən. Bəzi əlavələr ehtiyacı olur bədənin, öz vitaminləri falan. Yəni bunları da bir şirkət əgər bunu dəstəkləyirsə, bir var ki, sən şirkətsən, bir də var ki, başqa sağlamlığa görə dərmanlar ürətən bir şirkətsən. Biri xeyrivə işləyir, biri ziyanıva. İkisi də şirkətdə, düzdür. İndi bu yaxşı işləyən bir şirkətdir. Ay bunun satıcıları dələduzluq eləsin, ay bunun satıcıları insanları aldasın. Yəni üstünə bəlkə pul qoymaqla aldadır. Bəlkə səndən veçini qazanmaqla aldadar səni falan, amma sən də boş insan deyilsən də. Məhsulların tərkibini görürsən, istifadə qaydasını görürsən. Qısa kəsin prosta, yəni ki, o oğlanla artıq belə bir şey yarandı. İndi mən onu nəyə görə demək istəyirəm? Bu bayağı söhbət uzatdım. Elman deyəcək ki, niyə girdin də bura? Bir şey haqqında heç vaxt kəskin danışmıram. İstisnalar həmişə var. Bu mövzuda da istisna. Məsəl üçün, bayaq dedin ki, taleyimizi həll eləyir. Taleyimizi yox. Taleyi insanın öz əlindədir. Kadər deyilən şey. Onu dəyişmək. Bizə necə? Mən şey kimi baxıram. Bir neçə dənə yollar var. Hansı yolu seçdiyinlə bağlıdır. Hə, məsəl üçün, alternativlər verilir sənə. Bəli, bunların hamısı artıq yazılıb, hamısı bilinir. Şeydir də, kinonun sonluğunu özün seçirsən elə bil. Gedişatını ya da. Məsəl üçün, 2 nəfər cütlük qovuşa da bilər, ya da ayrıla da bilər, ya da keşməkeşlik yolla evlənib sonra ayrılıb. Yəni gördüm, bir neçə də alternativlər var və onlardan birini seçmək kimidir bu. Çünki belə baxanda mənim adımın mənası heç yaxşı deyil, bacarıqsızdır, gücsüzdür mənim adımın mənası. O zaman mən gərək həyatımda elə bu veçli bacarıqsız, yox, mənim elə alanlarım var ki, həqiqətən də orada öz bacarıqlarımı göstərirəm. Ya da ki, elə bir alan var ki, məsələn, toxumazat, tikiş ya da nəyəsə qızlara bir də baxıram, görürəm ki, nəyəsə düzəldir, nəyəsə. Mənim elə bir şeylərim yoxdur, heç belə bacarıqlarım yoxdur. Onda durum deyim ki, bu adıma görə oldu. Ya da ki, bax adım, yəni o deyil. Sadəcə doğum tarixin, gün, saat, yəni dediyim kimi ölkə, bunların hamısı bürcün, yüksələn bürcün falan, yəni doğum xəritən sənin ilərdə nələri seçsən daha uğurlu olacaqsan, bu yolu seçməklə hara gedə bilərsən, o sənə artıq alternativlərin nə olduğunu göstərir. Başa düşdün? Yoxsa sən belə pis çıxmasın, mal kimi durdum, yaşadım, ot kimi öldüm, olmursan. Deyirsən, ay Allah, mən necə bu yoldan çıxım, mən nə edə bilərəm falan. İşte o xəritə, o ulduzlar, ya da belə deyim də, hansısa bir spiritualistlə işləyirsənsə, ya koçunla işləyirsənsə, ya kimləsə, o sənə artıq yollar göstərir, yolları həll edir ki, bunu eləsən bu cür olur falan. Yəni belə və artıq özün öz əllərindən kaderi yazmış olursan. Amma sən deyirsən ki, nəsə razılaşmırsan. Mən məsəl üçün bunu mən razılaşmıram deməyim də, yəni məsəl bu rəqəmlərin, yox, indi bir istisnam var mənim də. Mənim istisnam ondan ibarətdir ki, məsəl üçün mənə düşən bəzi rəqəmlər olub. Mənim üçün əhəmiyyətli bəzi rəqəmlər var. Amma yəni o mənim məsəl üçün adımdakı 5 dənə hərf mənim həyatıma təsir eləyib, mənim doğulduğum saat, mənim doğulduğum tarix bu mənim həyatıma təsir eləyib. Mən bunu hiss eləməmişəm. Bilmirəm, bəlkə də eləyib. Mən onu hiss eləməmişəm və necə təsir eləyib onu da bilmirəm. Yaxşıdırmı, pisdirmi onu da bilmirəm. Ona görə o sualı verdim sənə ki, nə dərəcədə sən bu işlə həşir nəşirsən də, yəni məşğul olursan, sən bilirsən ki, nədir, nə deyil. Məsələn, mən onu görməmişəm. Elə oradan davam eləmək olar ki, bu rəqəmlərin düşərliliyi var da. Məsələn, hansısa rəqəmin sənə düşməyi və yaxud da hansısa rəqəmin sənə üçün uğurlu olmağı. Varmı elə bir səndə rəqəm həyatında ki, məsəl üçün
Yəni rəqəmi demə də, prosta varmı ümumiyyətlə düşərli bir rəqəmin, elə bir düşərli şeyim bir yoxdur. saatın? Mən çünki ay bu mənə düşdü, ay bu mənə düşmədi kimi bir şeyim yoxdur. Bir şey uğursuz olanda belə o şeydə deyirəm ki, demək ki, bu əslində olmayanda belə deyirəm ki, bu düşərsizlikdə, bu uğursuzluqda uğur var əslində ki, mən nədənsə qorundum. Mən nədənsə başıma bəlkə də o şeydə yaxşı olmayacaqdı. Yəni hər şeydə pozitivlik görən insanam deyə belə şeylərə məna yükləmirəm, amma hərflərində gücü var, rəqəmlərində bəli. Çünki həyat riyaziyyatda əslində dediyimiz kimi şifrələr söhbəti var. Sənin hətta bax qız bürcü olmağın belə məsələn ya da yüksələnin belə həyatıma hər cür təsir göstərə bilər. Sən məsəl üçün indi deməyim, başqa bürclərdən olanlar deyərlər ki, bu bürc belədir. Bürc tartışması eləmək istəmirəm, amma bəzi bürclər var ki, onlar ata şotuna həqiqətən elədilər də, özlərini bir qaldırıb nəsə eləmək şeyləri yoxdur. Ya o insanların yüksələni biraz güclü olmalıdır, ya illəri ona təsir eləməlidir. İndi siz düşünəcəksiniz ki, işte mən onda Allah belə yaradıb da kaderimi bu şəkildə verib. Yox, yenə də sənin əlindədir. Yenə də həyatında artıq mən bu bürcdəyəm, bu bürcün tənbəl yönləri var, ta ki tənbəl bir bürcdür. Bu ilə də getdim, ömrümün axırına qədər o bir şeyə oxşur. Hani kasıb yaradılmışam, kasıb da öləcəm, o məntiqə oxşuyur. Elənçə deyil. Yenə də həyatını dəyişdirirsən, yenə də xarakterində törplədiyin şeylər olur. Ya da əlavə məsəl üçün ona görə yüksələn bürc, ay bürcü söhbətləri var. Ya da ki hələ detallar çox deyil, Marsın nədədir, Yupiterin nədədir falan söhbətləri var. Yenə də deyirəm, bu insan beyninin algılayacağı şey deyil. Çünki necə algılayacağı şey deyil? Məsəl üçün sən indi girərsən o şeylərin içinə, bir yerdən sonra bezəcəksən. Bu burayı riyaziyyat da başa düşdünüz, necə tənliyi həll eləyirsən ya da kimyada girirsən, nə bilim o H2, onun üstünə gəldiyini, o düsturlar zadı yığanda eləyəndə insan beyni şey olur. Amma sənə bunu loru dildə anlatacaq bir mütəxəssislə işləyəndə daha rahat olur. Məsələn, o durub 5 saat demir ki, Yupiterin bu ilə qovuşdu, bu cür elə bir şeylər demir. O direkt deyir ki, məsələn, bu yöndə, bu alanda sən bilir axı sənin həyatını. Ona görə səni istiqamətləndirir, bu daha rahat olur. Sual nə idi sənin? Hərflər, rəqəmlər. Bu şəkildə şeylərə daha çox belə, məsələn, cüt sayılar olanda 11, 22, 33 falan. Bayaq oldu. Bayaq da oldu. Mənim mövzum da özü bilmirdim. Elman dedi ki, belə şey. Mələk sayısıdır da, əslində cüt rəqəmlər. Ümumiyyətlə tək 11-22 yoxsa? Yox, 11-i özün görsən, 11-11 ola bilər. Portallardır da bunlar məsəl üçün. Ya da şey ola bilər, ayın 11-i, 11-ci ayı falan. Bunlar çox güclü portallardır bunlar. Keçid deməkdir də. Yəni hansısa bir şey, yəni orada arzulamaq, dilək tutmaqlar falan. Tarixlərin önəmi böyükdür. Dolunaylar, yeni aylar, hazırda bu arada yeni aydayıq və deyilənə görə çox yaxşı şeylər olacaq ki, neçə vaxt bir də ölkə gündəmi görsən belə bir sakitdir. Bütün dünya gündəmi daha doğrusu sakitdir. Görsən elə bir ki, heç bugünə qədər biz 2026-ya girəndən bəri elə bir ki, bir müharibə olmayıb, bir şeylər olmayıb. Kiçik şeylər olur. Bu da biraz fırtınadan öncəki səssizlik kimidir. Öyle şey astrologumuzda üzükləri zatda. Biraz ona oxşayır, amma deyilənə görə yeni ay qəşəng şeylər gətirəcək. Yəni mən detallarına girmirəm Elman. Bilirəm ki, özüm də sıxılacağam, özüm də başımı itirəcəm. Amma ara-ara hani özünüzə görə istiqamətlənəsiz deyə bir şeyləri bir dinləyin. Yola verib getməyin. Bu yalancıdır. Bax, elə dələduzluq söhbətinə gəldi. Onda durub neçə dənə astrolog var da, durub deyərsən ki, hamısı dələduzluqla məşğuldur. Hamısı insanların yanında tutaq ki, axı buna inanan, axı buna dinləyənlər var, bununla istiqamətlənən insanlar var. Sən nəyə görə öz sözü? Mən ötər yanıqlı qalmışam sözdə. Nəysə, amma debata çağırdı adam məni və mən dedim ki, yox, çünki cahillə tartışılmaz. Dostlar, siz də öz fikirlərinizi şərh bölməsinə qeyd edə bilərsiniz. Biz davam edirik. Oykos İnkişaf Mərkəzinin dəstəyi ilə Nataman podkastı izləyirsiniz. Kanalımıza abunə olmağı, videoların altına şərh yazmağı, videoları bəyənməyi unutmayın və bizə dəstək olmaq istəsəz bizim Coffee-al ünvanımızı görürsünüz. Bizə Coffee-alla iyanə edərək dəstək ola bilərsiniz. Öncədən təşəkkür edirik və mövzumuza davam edirik. Biz bugün numerologiya və astrologiya haqqında danışırıq. Numerologiya haqqında az çox danışdıq bir 15 dəqiqə. İstəyirəm daha maraqlı, daha belə şaxəli astrologiya mövzusuna keçək. Biz bayaq nömrələrin taleyimizi həll eləməyindən az çox danışdıq. İndi istəyirəm ki, bax bizim o
göy üzündəki xəritəmiz var da, hansı ki o bürclərdən falan ibarətdir. Onlar bizim taleyimizi necə müəyyən edə bilər? Ümumiyyətlə edə bilirmi? Bu belə bilirsən nəyə oxşayır? Elə bil ki, Natavan astroloqdur. Mən də bir veriliş aparıram. Prosta Natavanı çağırmışam, ona sual verirəm. Vallahi girişdə zaten onu oxşadı. Yemin ederim, bax, mən biraz bu mövzuda cahiləm. Biraz da inancsızam. Çox da belə inanmıram. Bəzən keçən podkastda da mən demişdim. Natavan bir dəfə mənə 5-2-0 ilə bağlı bilmirsinizsə, o pul gətirən bir şeydir. Onunla bağlı bir şey olmuşdu. Ondan sonra biraz belə şey qalmışdım ki, deyəsən inanmaq lazımdır Elman. Çox da şeyləm. Amma yenə də o inanc biraz içimdə sənin qədər deyil. Məsələn, bürclərə inanmaq, bundan biraz danışmaq istəyirəm. Bu bürclərdir, bizim xəritəmizdir. Natavan xanım, nə düşünürsünüz buna bağlı? Bugün kürəmi gətirməm, amma yenə də belə deyim də, bir dəfə Carl Jung'da bu arada bilinçaltı, bilinç dışı, bütün bu spiritual mövzularda insanın belə deyim də kuantum fizikasının falan şeylərindən danışan araşdıran insanda, hansı ki insanlara loru dildə bunları izah eləyə bilir. Carl Jung yazan, YouTube'dan izləyin mütləq. Çox qəşəng. Mən normalda podkast kimi belə qoyuram, amma orada danışır və mən başa düşürəm çox şeyləri. Nədir söhbət? Ona deyiblər ki, Allaha inanırsınız. Deyib ki, yox. Onlar da deyiblər ki, sən axı bilinçaltı, necə yaradıcı qüvvə falan. Deyib ki, bir şey inanmaq üçün o şeyin yox olduğu, belə deyim də, bir şeye inanmaq üçün o şeyin varlığının əksi sübut olmalıdır. Məsələn, şey olmalı da, var ya da o var da, yəni mənim ona inanmağım baya toparlaya bilməməyim mənim yalnız adamda qaldı fikrim. Niyə adamda qalır? Niyə adamda qalır da fikrinin atamı? Nəysə. O deyir ki, yəni bir şey mən desəm ki, yoxdur. Mənim inancımla dəyişilməyəcək bir şeydir. Ona görə də o yəni var. Mənə dedi bu sualı verməyiniz saçmadır ki, sən inarsan yoxsa yox. Zaten yaradılan olan mənəm də, yəni yaradıcı var ki, mən yaranmışam. Tanrı mövzusuna girmirik, Allah mövzusuna girmirik. Nəyə görə bunu gətirdim? İndi sənin deməyin ki, bürclərə inan. O qədər sevmirəm ki, məsələn, birinə təzə tanış olursan, soruşsan ki, bürc. Mən bürcə, nə dəxi? Amma sən doğulmusan mı tutaq ki? İtilindənsən, tutaq ki, itilindənsən. Ya da nə bilim, doğuşan ilindənsən. Ya da nə bilim, bürcün budur. Varsan da yəni, onda sən doğum tarixi də, onda sənin 32 yaşın da yoxdur. Yəni bunlar varsa deməli bürcün də var. Var əlbəttə ki, sənin yox deməyinlə yox, okeydir. Mən başa düşdüm ya, bürc var. Tamam, bürc, okey, hamımızın. Nə bürcüsən? Qız bürcü, nə bürcüsən? Keçi bürcü, nə bürcüsən? Nə bilim, meymun bürcü, nə bilim, nəysə. Belə bürcülər yoxdur əslində. Buradan bildir ki, Elman astrologiya nə qədər. Özümdən bürcülər çıxartdım. İstifadə edə bilərsiniz. Mənim müəllif hüquqları mənimdir. Meymun bürcü. Meymun bürcü təzədir. İstifadə edin. Mən nə demək istəyirəm? Mənə qəribə gələn bilirsən nədir? Bir bürcün mənim haqqımda detaylı məlumat verə bilməsi. İnanmıram da, içimdə bir inan yoxdur da ki, yaxşı da, yəni Allahdan başqa heç kim bilə bilməz də mənim başıma nə gələ biləcək. Bürc nə deyə? Buradan belə deyirəm, bu yandan da baxıram ki, bürc A'dan Z'yə mənim haqqımda elə məlumat verir ki, deyirəm, yox, bu mənəm, məndən danışır. Yəni, burada nə baş verir ki, bu gəlir, bu estağfurullah, Allahdan çıxır, keçir bürclərə. Yəni, necə olur? Bu nətərdir? Bunun bu döngəsi necədir? Çox qəşəng. Sağ tərəfə baxıb bir dənə. Yes. Tamamilə. Belə deyim də, deyə bilmədim, yenə fikrim getdi. Qafından üzbəyiz olsa, yaxşı zarafat edirəm. Hamısı mövzudan. Vallahi, danışmayı gəlib yer tapa bilməməyimiz falan filan. Aynen ya. Biz həmişə bir spiritual mövzulardan danışanda bir şeylər baş verir ki, o şey uzansın ya da nəsə. Elman, belə deyim də, çox adamlar çox şey danışırlar deyə.
astral məsələn hər duran ta ki qız bürcü haqqında danışır ya da nə bilim bu bürcü bugün bu şey ya da ki məsələn nə deyirlər ay Allah əqrəb bürcüləri çox etirazsız bunlar o qədər qulaqdan dolmadır. Astrologiya əslində elmdir. Bunu bir qəbul eləyək. Çox adam deyir ki elm zat deyil. Xeyr, nəyə görə elə deyiblər? Çünki hər kəs danışa bilir. İndi TikTok açsan hər kəsdə o bir çox doğaqdır. Bürc haqqında məlumatları var hər kəsin. Bu pis bir şey deyil. Məlumatların olması. Çünki insanlar insanları analiz eləyirlər. Məsəl üçün sən sıfır bilgisiz ol bürclə bağlı. Mamavın tutaq ki, nə bürcü olduğundan sən artıq onun xasiyyətindən tuta biləcəksən. Gələn səfər hansı o bürclə ki, zaten elə davranır. Analiz sayəsində öyrənilən bir elm sahəsidir. Amma detalları o qədər çoxdur ki, çünki sən bir dənə bir bürcə deyə bilməzsən ki, bu da o cürdür, bu da o cürdür. Yox. Bunun ili var. Bunun yüksələn bürcü var, bunun ay bürcü var, bunun tərəzisinin harda yerləşməyi, evlər var, 12 ev var, səhv eləmirəmsə. Bu nədir? Jupiter, planetlərin olduğu evlər. Çox qəribədir, çox həm də maraqlıdır əslində mənim üçün. Yox, maraqlıdır. Maraqlıdır. İndi sən deyirsən ki, biz bilsən necə Elman harda yaşayırıq? Yer kürəsində. Yer kürəsi bir planet deyilmi? Azərbaycan deyəcəkdim. Bu kadar basitləşdirim. Ki sustum o ani olaraq. Harda yaşayır? Azərbaycanda. Yer kürəsində. Yer kürəsi nədir? Planet. Bəli. Artıq planetdəsən də, sən özün də planetdə yaşamırsanmı? Planetlər idarə edirlər 100%. Planetlər idarə edirlər. Planetlərin yaradıcısı kimdir? Tanrı. Sən deyirsən ki, Tanrıdan keçib bir şey. Yox. Məsəl üçün səni hal-hazırda yaradan yaradıb və deyir ki, ey qulum, deyir ki, Allah mən yaradıb, başımı buraxıb da yəni ki, bilmir. Yəni səni yaradıb və səni deyir ki, artıq özün öz həyatı istiqamətləndir falan, təbii ki, məni unutma da, yəni. Tamam, nəyin köməyi ilə? Bürclərin köməyi ilə mi? Astrologiyanın köməyi ilə mi? Yox, mövzum o deyildi. Planetlər də yaradıb. Sən söhbəti oraya gətirmirsən. Yox, məsəlcə demək istəyirəm ki, galaktikamızı yaradıcısı var. Aha, okey. Bütün heyvanlar aləmi, insanlar aləmi falan hər şey. Onlar öz-özlüyündə sistem yaradırlar. Sistemlərdə məsəl üçün günəşin ətrafında fırlanması, ayın yeni ay olub dolunay olması, bunların hamısı insanlara təsir edir. Çünki bizdən nə ibarəti? Bizim hamımızın hüceyrələrimiz falan galaktika tozundan ibarəti. Ümumiyyətlə evrənə baxsan, hamısı bir insan orqanı, bir göz, bir belə deyim, nə idi, beyin formasında falan. Onun şeydə var, YouTube'da var, qəşəng şəkilləri necə bənziyirik, məsəl üçün nüvə falan, atomlar, parçacıqlar, hissəciklər. Hamısı bizim hüceyrələrimizdə. Yəni biz galaktikanın bir hissəsiyik. Sən necə ondan ayrı ola bilərsən ki? Təbii ki, Jupiter bugün bu tərəfə fırlansa, sən özün də, məsələn, durursan, yuxudan çox sıxıcıdır bugün. Ya da gecələr məsəl üçün yata bilmirsən. O nə ilə bağlıdır? Məsələn, durub deyirəm, məsəl üçün, ay bu gün çox sıxıcıdır. Bu nə ilə bağlıdır? İşte yəni bizim danışdığımız mövzu da bu nə ilə bağlıdır? O ilə bağlıdır ki, məsəl üçün ya ola bilər ki, dolunaydasan, dolunay vaxtlarıdır. Yəni ayın bütöv olduğu vaxtlardır. Ya ola bilər ki, Saturn məsəl üçün var. Saturn hər insanın ilində belə deyim də, məsələn, balıqdan çıxdı, hal-hazırda qoça girib türkü məsələ. Bundan əvvəl dolçanı pis günə qoydu yəni. Allah. Amma Saturn, bax Elman, gəl sənə belə lor dildən, mən astrolog deyiləm, bildiklərimə uyğun olaraq. Amma gəl bir dənə belə bir şey eləyəsən, mövzunu unutma. Mən də sizə müraciət edeyim. Şərhlərinizi videonun altında qeyd edeyim, videonu bəyənin və kanala abunə olun. Bax belə deyim də, məsələn, Saturn planeti insan həyatında müəllim kimi bir şeydir. Məsəl üçün o gəlir sənin həyatına, sənin hansısa bir yaş dönəminə, hansısa bir ilinə sırayla gedir özdə. Məsəl üçün səndə Allah bilir neçə il əvvəl olub, çünki biz artıq dolçadayıq, biz qoçdayıq dadır. Bax, belə deyim də, hər bürcdə 2-3 il falan qalır. İndi qoçdur, buğa, əkizlər, xərçəng, şir, qız. 5. Bunların da hamısını 27, 28, 29, 30, 31, 32, 33, 34, harca 35, 36-cı illərdə biz deyək 40, 2040-larda zətdə Elmanın bürcündə olacaq. Bax, elə bir dərs verən bir planetdir ki, sənin bütün o qədər ili yaşadığın şeylərdən gəlir sənə imtahan verir. Amma bilsən necə imtahan? Dərs vermədən olan imtahan.
Nətər olur o? Dərs vermədən. Dərs vermədən nətər olur? Çünki məsəl üçün sən yaşamısan bu günə qədər, ondan bir şey öyrənmisən, başına bu gəlib, belə bir şey, heç bir şeydən məsəl üçün dərsləri götürməmisən də, prosta yaşamısan. O gəlir səni imtahan eləyir ki, nə öyrəndin, nə dərs çıxartdın, nə baş və bu elman bəzən o qədər sərt olur ki, itki ilə belə, yəni insan ölümü ilə belə, ya da ki sənin həyatında olan hansısa bir insanların itkisi ilə, məsəl üçün ayrıla da bilər, həmin insan kimdənsə boşana bilər, ya da onun məsəl üçün valideynlərini itirə bilər ki, mən Qoç bürcündə də hal-hazırda neçə dənə Qoçun valideyni itirdiyini gördüm, neçə dənə Qoçun iflas olduğunu gördüm. Çox vaxt da yaxşı da irəliləyir məsəl üçün. Bu demək deyil, qorxudacaq ki, hə, əksi yox da, bax o deməkdir də. İflas olmur, varlı olur. Saturn çıxandan sonra bəlkə. Çünki o sənə hal-hazır ödül planeti deyil bu sənin üçün. Ödül planeti hansıdır? Ödül planeti çox vaxt Yupiter olur. Yupiter bərəkət. Onu nə vaxt gözləyir? Belə deyim də, o hər bir planet gəlir sənin bürcündə olur və çıxır. Amma illərlə sənin bürcündə o evlər dedim ha. Məsələn, sən qonaq olan İşte, bax, Saturn gəldi, 3 il qaldı, getdi. Dalıyca gəldi, nə bilim, bu birisi qaldı, 3 il getdi. Belə davam edir. Bütün planetlər 3 il falan qalmır əslində. Çox da qala bilir. Çox da qala bilir, ya da ki az da qala bilir. Belə deyim də, az qala bilir dediyimiz məsəl üçün belə. Hə, məsəl üçün tutaq ki deyirlər, bunun üçün astroloqları mütləq şəkildə amma güvəndiyiniz takib eləməlisiniz. Takib eləməlisiniz. Onlar deyirlər. Onlar deyirlər ki, məsəl üçün onlar ümumiyyətlə ölkənin də deyirlər, ya da dünyanın da deyirlər. Məsəl üçün deyirlər ki, tutaq ki 2026-da bu ayda bu planetin təsiri altında olacaq və nələr baş verəcək? Biz hal-hazırda Qoçun təsiri altındayıq Elman. Orada planetlərin hamısı elə bil ki belə yallı gedirlər. Bir neçə dənə planet var ki, onlar belə sırayla hamısı eyni şəkildə Qoçun təsiri altında. Qoç da nədir? Belə atak, belə hücum, belə əsəb, davakar zat. Ona görə belə yəni də deyirəm də, yəni qorxutma, heç bir şeydən də bu arada qorxmamaq. Yəni siz bəzi insanlar nəyə görə o şeyi sevmirlər? Deyirlər ki, mən inanmıram bürclərə. Çünki bəzən qorxu olur. Oturur deyir ki, aman deyir, belə oturmuşam da özüm üçün cahil oturmuşam da, nəyimə lazımdır gələcəkdə məni nə gözləyir. Hə, nəyimə lazımdır məsəl üçün niyə həyatın haqqında öyrənmək sənə maraqlı deyil, xarakterin haqqında öyrənmək sənə maraqlı deyil. O adam cavabı belə olur, maraqlı deyil. İstəmirəm, nə edirəm, gör nə dəyişəcək. Yəni belə düşünürük ki, deyirək ki, mən cahiləm, mənim başıma heç nə gələndir. Hə. Mən onsuz da inanmıram. Saturn mənə heç nə eləməyəcək. Hə. Çıxıb gedəcək. Mən bir şey deyim sizə, planetləri idarə eləyən də sizsiz əslində. Sizi idarə eləyən nəsə yoxdur Elman. Bax, mən bir dəfə bir dostuma, o da bu arada spiritualistdir, ona demiş, yogidir də həm də, yoga ilə məşğul olur. Ona mən bir dəfə demişdim ki, sən oğlaq bürcüsən də, yəni sən benim dedi ki, Natavan, mən artıq dedi, o bürcüdən çıxmışam. Türdən çıxmışam. Bunu qoya bilərsən əslində. O dedi ki, belə bir şey mümkündür ümumiyyətlə? Bir adam Elman bürcünü tərk eləyir. Ya məsələn mən qız bürcüyəm, çıxdım mən, oldum. Hə. Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm Qoç bürcü idi. Amma o adamın aqressiv ya da belə ən çox yəqin ki danışılan onun mərhəmətli, yumşaq tərəf olub da, düzdür? Qoçlarda amma çox vaxt səbirsizlik var, atak olan. Bilirsən, sən bürcüvü idarə eləyəndə sən artıq aydın insan olanda, aydınlaşanda, olgunlaşanda sən o bürcüvün şeylərini daşımırsan. Məsəl üçün qız bürcündə titizlik var. Ya da yüksələni qız olanlarda simmetri xəstəliyi məsələn. Ya da buğalarda aşırı yeməyə qaçmaq söhbətləri var. Sən düzəldəndə bəzi şeyləri artıq o bürcün təsiri altında olmursan. Bu da o deməkdir ki, sən o bürcün adamı deyilsən. Başa düşdün? Sən özün idarə edirsən öz planetini. İndi burada sən bir şey dedin. Bax, Məhəmməd Peyğəmbər Qoç bürcü olub və o Qoç bürcünün belə deyək də nə deyək ona? Əlamətlərini özündə bir üzə verməyibsə, bu o demək deyilmi ki, bürcülər boş şeydir? Yox. Bax, mənim tanıdığım bir Qoç bürcü məsəl üçün kişisi var ki, aşırı səbirsizdir, çox belə deyim, aqressivdir, çox sərt fikirləri var. Amma bir dənə tanıdığım var ki, o dindardır.
Və belə deyim də, dindar olmasına ona görə yox, heç istəyirsinizsə o şeyi vəbşi fikirləşməyin. Amma o çox səbirli, çox belə təmkinli, dünya görüşdü, insana belə qəşəng, belə deyim, yol göstərən. İkisi də qoçdumu? Qoçdu. Amma biri öz planetinin təsiri altındadır. Biri isə artıq təsiri öz əllərinə alıb, özü təsir eləyir. Bu demək deyil ki, sən o qoç... Elman, bürcdəsən, bu ildə doğulmusan, bu tarixdə doğulmusan. Amma sən bayaq nə dedim? Kaderivi özün belirləyirsən. Özün seçirsən. Bu o şeyin varlığını isbatlamır. Çox insanda budur da, məsəl üçün. Tutaq ki, yenə deyirəm, hansısa bürcdür, tutaq at bir dənə hansısa bir tərəzi, tutaq ki, tərəzidir və başlayır ki, xeyr, tərəzilər belə-belə olur, amma mən belə deyiləm, ona görə mən bürcülərə inanmıram da, deyir, gedir. Xeyr, sən sadəcə artıq aydınlanmısan, sən daha özünü törpüləmirsən, özündə olan mənfi şeyləri götürmüsən. Bizim hələ kuzey, güney, bizim dildə nədir, şimal, cənub mu olur? O bürcülərimiz var. O da bilsən nədir? Məsəl üçün o bürcün şeylərinin yaxşısını götürürsən, bu bürcün şeylərinin belə deyim, pisini götürmüsən. Beynim yandı. Beyni yandı. Ona görə deyirəm də çox dərindir. Türkçə deyim, kuzey və güney bürcülərimiz var bizim. Hansı ki, mən məsəl üçün tutaq ki, bu bürcəm, bu bürcüdəki şeylər, at da yenə də tərəziyəm tutaq ki. Okay. Mənim kuzey bürcüm buğadır. Güney bürcüm də dolçadır. Olsun. Bir tərəzi olaraq hər şey okeydir. Mənim həyat hələ yüksələnim, illimzadım olar da heç. Mən məsəl üçün yeməyə düşkünəm. Buğanın o şeyini götürmüşəm. Yeməyə düşkünəm. Amma mənim ondan götürəcəyim nə idi? Məsəl üçün buğalar çox stratejik olurlar. Məsəl üçün Hitler. Məsəl üçün Atatürk. Onlar çox siyasi, çox bilikli olurlar. Mən niyə belə səslər çıxartır? Və məsəl üçün onun o tərəflərini götürə bilərsən. Çox ağıllı tərəflərini götürə bilərsən. Bu birisinin isə məsəl üçün aşırı, bu birisi nə idi? Dolça. Dolçanıza tutaq ki, götürmüsən çox azad pərəz, çox gəzən, çox bu gözəl bir şeydir. Məsəl üçün onun o tərəflərini götürüb başqa. Bildiniz də, yəni bu cür şey detallar çoxdur. Heç kəsin bu arada bəzi insanlar o inanmıram deyən ya da ki mən fikir verməm, vecimə deyil deyən insanlar da bu detallara görə əslində bezinlər. Əslində elə Elmanın məsələn zaten kafası qarışdı bunu. Yox, yaxşı danışdın. Bəzi məsələlər aydınlatdın məni o şeylərdə. Elə tam da mənim danışmaq istədiyim şeyin üstünə gətirdin, çıxartdın söhbəti. Bax, dostlarımızın, cəmiyyətin, sosial medianın da bu mövzuya təsiri çoxdur. Bax, dostumuzun biri belə düşünə bilər, biri belə düşünə bilər, biri bu cür deyə bilər, biri bu cür deyə bilər. Hərə bir fikir söyləyə bilər. Sosial mediada bu dəqiqə nə bilim 150 dənə astroloq var. Hərəsi çıxıb bir şey danışır. Tamam da bürcülər okey də, indi bürcülər aşağı yuxarı sən demiş ya, o qədər qəlibləşib ki, hamının xasiyyəti məsəl üçün bu budur. Bunların da bizə təsiri var. Yəni bu mövzu haqqında maariflənməkdə onların da bizə təsiri var. Və bu müsbətdir yoxsa mənfidir? Bunu nə tər aydınlaşdıra bilərik səncə? Amma ondan qabaq bir son duyuru eləyim. Kanalımıza abunə olmağı unutmayın və videolarımızı mütləq bəyənin. Çox maraqlı söhbət gedir hal-hazırda. Davam edirik qaldığımız yerdən. Buyur. Təsiri necədir? Yaxşıdırmı, düzdürmü, səhvdirmi, inanaqmı, inanmayaqmı, dostumuza mı inanaq, kimə inanaq? Ümumiyyətlə bilgisinə güvənə biləcəyiniz bir neçə dənə insanlar, məsəl üçün rus dilini bilirsinizsə rusca baxa bilərsiniz ki, rusların numerologiya tərəfləri, astrologiya tərəfləri daha bir kəskindir. Onu mən də hiss eləmişəm. Türklərin çoxsu Azərbaycanlı təlimçilərdən dərslər alırlar, bilirsən? Çünki Azərbaycanlılar rusca alıblar o dərsləri. Və gedirlər Türkiyədə, bir neçə dənə xanımlar da var, onların da podkastlarda dəvət eləyirlər Türk verilişlərinə. Oradan görürəm və çox fəxr edici bir şey, çox gözəl bir şeydir. Çünki hələ Çin astrologiyası var. Bizə necə hər yerin öz mütəxəssisi var. Ona görə də sən daim gərək genişlədəsən. Dedim axı başında, bu bir elmdir. Sən buna dırnaq arası baxmağın bilsiz nəyə görə olur? Məsələn, hər yerində duran elman məsələn, suyun tərkibi haqqında danışa bilərmi? Yox.
Hal-hazırda hər kəs məsəl üçün çörək yesən, kökələrsən, şirniyyatı kəs, arıqlayacaqsan deyə bir şey deyir, düzdür? Şablon standart. Şablon standart. Hər yerindən duran artıq yemək haqqında ya da yeməyəcəyimiz şeylər haqqında, diyet haqqında bir şeylər deyə bilir, düzdür? Amma hamısı bir nutriologdurmu ya da diyetologdurmu? Yox. Amma bu bir elmdirmi? Bu bir belə deyim də elmin bir sahəsidirmi? Hansı ki qidalanma elmi deyə bir şey var da. Yəni bilməm adı nə qədər Ya olsun qidalanma elmi. Yəni bunun mütəxəssisləri varmı? Var. Amma hər yerindən duran bundan danışa bilirmi? Hə. Çünki analiz eləyə bilər. Bu çox gözəl bir şeydir. Mən yenə də deyirəm, bayaq dediyim kimi də. Bu yaxşı bir şeydir. Hər analiz eləyə bilən insan bilir ki, məsəl üçün özünü də eləyə bilir və qarşı tərəfdə də deyə bilir ki, bunu çıxarda bilərsən. Bunu amma bir təhlükəli tərəfi var ki, sən heç vaxt havaya, boşa danışa bilməzsən. Çünki qarşı tərəf səni dinləyir və səndən götürə bilər. Hansı ki, biz də burada danışırıq. Bizi də izləyən kütlə var. Sənin dediyin şeylər hansısa bir nəyəsə əsaslanmalı, nəyəsə dayanmalıdır. Yoxsa bu mənim fikrimdir. Mən danışıram, bu doğrudur, yox. Yəni hər yerindən duran bu şey haqqında fikir bildirmək. Biz necə məsəl üçün əyləncə tərəfi kimi baxıram. Mən bəzən TikTokda, Instagramda zətdə görürəm. Mənim bəzi yaxın tanıdıqlarım da var. Durur deyir ki, məsəl üçün tərəzi qadını o qədər nazik, o qədər gözəl giyinən, o qədər nə, ya da ki, hadi sıralayalım. En mutlu olan burçlar, 5 burçlar. Bu əyləncə qismıdır. Yes, o qədər yüzeysel deyil əslində, çox dərindir. Bu əyləncə qismıdır. Bu yoxdur, bəlkə də bir maraq yaratmaq üçün ya da ki, işte izləmə sayısını artırmaq üçün falan insana ya da ki, şey oxşur da bu. Arıqlamaq üçün qarnının yığılmasını istəyirsənsə bu 5 hərəkət elə və sənin qarnın elə deyil təbii ki. Elə deyil. Bu saat mən ağzımı bağlamasam hansı 5 hərəkət mənim qarnımı yığacaq. Bayaqdan oturmuş olmasa. Yəni o ağzını bağlamağa da gedib nəsə bir başqa bir şey bağlanır. Bəli, hamısının öyrənməlisən. Ya məsəl üçün kimlərə qulaq asın, yenə də hansı dildə olsa fərqi yoxdur. Kimdənsə stat gətirən insanlar məsəl üçün deyir ki, bu bilgilərdə tutaq ki, bunun dediyi araşdırmalar nəticəsində bu cür şey deyirsə, məsəl üçün o insanlara qulaq asın. Nəyisə sonuna gətirir, bir şey haqqında danışır, tutaq ki, deyir ki, bu bürcdə beləncə olmuşdu, hansısa bir mütəxəssis bunu demişdi ya da ki, hansısa bir kitabda belə bir yazı var idi. Nəyisə ətrafında danışan insana qulaq asın. Öz fikrini təlqin eləyən insanlara, yəni dinləməsinlər. Əgər düzgün yol, sən dedin ki, necə inanaqmı, yoxsa inanmayaqmı? Qulaqdan doğma fikirlər çoxdur. Bütün tərəzilər eyni deyil. Əsla deyil. Dedim axı bayaq, dəqiqə söhbəti var. Sən 2 əkiz eyni vaxtda doğuldu, eyni bürcdür. Eynidirlər. Yox, təbii ki. Yox, təbii ki. Elə deyil, məsəl üçün düzdür. Bax, mənim bürcüm haqqında bir də görsən kimsə kimdənsə danışır ki, filan kəs qız bürcüydü. Məsəl üçün onun hansısa bir xarakterinin xüsusiyyətini deyir. Deyirəm, o yaxşı da, mən belə deyiləm axı. Yəni, məndə o yoxdur axı. Və yaxud da onda hansısa bir xüsusiyyət var, deyim, məndə bu yoxdur axı. Yəni, onu düz buyurursan, orada tamamilə doğru deyirsən və son olaraq, ən son. Deyirəm ki, bax, bunun hamısı bir əyləncədir sadəcə. Zamanında çox yaxşı qurulub, çox yaxşı yönləndirilib və belə də davam edir. Biz əylənirik prosta bu bürclərlə, astrologiya, numerologiya, falçı oradan gəldi, falçı buradan getdi. Səncə də elə deyilmi? Çünki falçılarla bağlı çox ifşalar olub. Adicə elə bu yaxınlarda dediyim, bir il bundan öncələrdə Vanqanın belə ifşalarını artıq yavaş-yavaş üzə çıxartmağa başladılar və Vanqanın timsalında bir çoxlarının ifşalarını yavaş-yavaş üzə çıxartmağa başladılar. Bunları görüb düşünmək olarmı ki, əşki, hamısı elə belə əyləncə deyə, yoxdur elə bir şey, ay nə bilim, bürc buradan, o buradan. Nə düşünürsən sən bu? Baxam, nə düşünürsən? Vallahi bugün mən elə bir qonaq. Belə deyim də, amma Elmanın da nə xoşuma gəlir burada. Əlbəttə, əgər mən qonaq qismındaydımsa, bugün o roldaydımsa, Elmanda bayağı tamaşaçı qismındadır. Çünki hər ağıldan gələn sualları çox gözəl vurğuluyur. Çox eşidirəm mən də bu cür şeyləri. Belə deyim də, Elman,
sayı şeyler dediniz, sayılar, numerologiya zat. Sayı sekansları diye bir şeyler var. Məsəl üçün o 5-2-0, 7-7-7. Deyirlər ki, məsəl üçün otur bir dilək tut, dəftərə yaz 777, 770, neçə dəfəsə yazmalısan falan. Hə. Sən deyirsən, abi saçma, nəyə görə 7-7-ni yazıram dəftərə falan filan. Hap inanmadım, atdım, getdim o tərəfə. Ya da bir dənə məsəl üçün dininə bağlı olan bir insan düşün. Hansısa bir zikri çəkməlidir 534 dəfə. Aha, var elə bir şey. Niyə 534 dəfə başa düşdün? Var elə bir şey, təbii ki. Mənim elə bir vaxtlarım olub ki. Niyə o bayağı, rəqəmlər niyə elə olur? Zikrimatik var hətta. Yes. Çünki var bu. Çünki bunun... Bax, bilsən nədir Elman? Mən həmişə şagirdlərimə yeni il qabağı, tələbələrimə sual verirəm. Sən Şaxta Babaya inanırsan? Uşaq deyir ki, hə, məktub da yazmışam falan falan. O birisi tələbəmə deyirəm, deyir ki, yox, inanmıram. İnanırsansa var, inanmırsansa yoxdur. Mənim üçün hər şey bu şəkildə işləyir. Hər şey bu şəkildə işləyir. Yəni gəlib bunun sonda bir əyləncə olduğunu, bir qurma olduğunu biləndə məyus olmazsan? Olmur da işdə. Birdən elə bir şey hələ olmur. bir o zaman gəlməyib. Deyək ki, lap sən olmadı. İndi əksinə alqışlayıram ki, çox gözəl idi. Qəşəng iş görmüsünüz. Çox qəşəng iş görmüsünüz. Çünki sən niyə Elman bu tanrıya da məsələn ateistlərin də çoxsu şey eləyirlər və mən həmişə mövzunu bu şəkildə bağlayıram. Deyirəm ki, əgər sənin beynin bunu yaratmayıbsa, yarada bilmirsə, beynində yarada bilmirsənsə ki, səni hansısa bir Allah yaradıb, səni işte məsəl üçün astrologiyanı sən beynində qura bilmirsənsə, beynin əgər inanmırsa yoxdur da, yoxdur. Amma beynimi mən biraz da bizim o birisi buralarda linklərini qoydun hardasa o birisi spiritualizmdən bağlı danışan vaxtımızda demişdim ki bir dənə də mövzu var ki hansı ki dedim ona girə bilmərəm çünki orada daha da kafamız karışır. Girmişim o mövzuya yoxsa belə hələ yüzəysel hələ girməmişik. Simulyasiya zat bir dəfə danışaq bundan. Okay. Hər şeyin bir simulyasiya olduğunu zaten mən düşünürəm. Elmana orada hətta şey deyirəm. Sən hal-hazırda yoxsan deyirəm. Mən sənin beynində mən yaratmışam zaten böyle bir şeyler. Həqiqətən belədir. Hal-hazırda məsələn çölü biz görürük və çöldə maşınlar hərəkət edir, insanlar falan var. Burada var yəni. Həqiqətən öyləcə Elman. Mövzunun qısaraq-qısaracağında da Elman təkrar. Mən həmişə belə eləyirəm bir yerə qoyuram ki. Yox, mən eləmirəm əslində. Sadəcə bu özü axışda gəldi. Yəni sən dindarsansa, durub deyəcəksən ki, bürcülər falan inanmıram ki, sənin kitabında belə, Quranda belə ulduzlar yazılıb. Və deyirlər ki, Quranda məncə var, bu əgər səhv olduğumu deyin. Yəni, deyilir ki, şeytan ayrıntıdadır da, yəni ayrıntılara çox girməməyi deyəsən, Quranda elə bir ayə var ki, detallara çox ilişməməyə lazımdır. Oxu deyir orada. İlk şey oxu ilə başlayır, oxumalısan, öyrənməlisən, cahillik yaxşı bir şey deyil. Amma detallarına çox girməmək. Çünki bu sənə pis təsir edir. Məsələn, 7-7-7, 5-2-0, girdim içəri, qara pişik keçdi, o oldu, bu oldu. Hə, beynin inanırsa qara pişiyin qabağından keçəndə pişik olacağına 100% olacaq. Amma 100% olacaq. Sınıq güzgüyə baxma, uğursuz gətirə. Beynində onu kodlar. Beynində məsələn spagetti yeyəcəm başqa ayda. Mən kökəldərək. Əksinə yeyirəm və bilirəm ki, bu kilonu verəcəm. Kodla bağlıdır. Nəyi necə bilinc altımız, ona görə deyirəm də Carl Jung'a qulaq asın. Nəyi necə kodlayırsansa, məsəl üçün deyə bilməzsən ki, bizim bundan əvvəlki mövzularımızda da kasıb gəldim, kasıb gedəcəm. Yox, bu şeydəyəm, hal-hazırda məsəl üçün aşağı səviyyədəyəm. Özüm bir gün mən də o maşını alacam. Kodladın getdi. Olacaq zaten, olacaq. Bir şey istəyəndə birinci istəyirsən, sonra da inanırsan. İnandınsa beynin yaradacaq, inanmırsansa inanın ki, inanmayana nə planet yoxdur, nə astrologiya yoxdur, nə sən yoxsan Elman hal-hazırda qarşında, nə də ki Allah yoxdur. Bu dedim bir şey ağlıma gəldi. Bu yaxınlarda görmüşdüm. Bu yaxınlarda deyəndə bir neçə vaxt artıq qabağıma çıxır, bunu görürəm də. Instagramda xüsusən də reelslərin arasında fırlananda deyir məsəl üçün filan. Bunu özünə göndər və nə bilim məsəl üçün videonu bəyən, səhifəni izlə. Baxıram ki, tamam da bunu özümə göndərdim. İndi buradan öncədən başqa şey çıxırsan axı. Sən deyir ki, bu olsun istəyirsənsə bunu özünə göndər, sonra mənim videomu bəyən, sonra da mənim kanalımı izlə, mənim profilimi izlə. Bu saxtakarlıqdır axı. Detaya girmə. Yəni buna inanmayaq da onda. O boş şeydir məncə. Ürəyin necə istəyir?
Ya adam istəyir göndərsin. Elə bir şey O olur zaman ki, orada göndər. məsələn deyir ki, nə bilim, bax sabahlarım yolda gedəndə məsələn atıram 100.000 manat pul tapacaqsan. Bunu özünə göndər. Dalıca yazır ki, videonu bəyən. Bax məsəl üçün deyirlər Lan ki, bura qədər yaxşı gəlmiş. bax məsələn deyir ki, kefir yemək, kefir ya da kəsmək zat məsəl üçün də ağartı məhsulları falan yemək sənin kalsivi artıracaq da, düzdür? Ya da ki, hani bu dərmanı al, iç, elman D vitaminidir. Sənin kalsin qalxacaq. Sən əgər bunun detallarını fikirləşəcəksən ki, ayda bu malını sıramağa çalışır. Nə deyir, burada gedərəm onu sıyır falan. Bu şəkildə əgər o dərmanı qəbul edəcəksənsə 100% sənə təsir eləməyəcək. Amma sənə yalandan mən elə belə konfetləri gətirib versəm ki, bax, bu sənə o qədər təsirləyəcək. Bu var, okunmuş pirinç dadı var, verirlər şeydən, imtahandan əvvəl. Mən bunu inandırsam və sən inanaraq bunu qəbul eləsən, dərman belə olmasa sənə şifa olacaq. Bayaq dedim axı, bir şey inanmaqla bağlıdır. Hər şey inanmaqla bağlıdır. İnansan var, inanmasan yoxdur. Dostlar, biz bu mövzuya ikinci dəfə gələcəyimizə söz vermişdik. Gəldik, amma belə baxıram ki, biz bu mövzuya yenə gələcəyik. Çünki hər nə qədər Natəvan inanmasa da mənim üçün çox maraqlıdır. Çox şeylər öyrənirəm bu mövzudan, xüsusən də Natəvandan. İnanıram. Ona görə bu mövzunu mən bir də təkrar eləyəcəyik. Bu mövzunu mən bir də təkrar eləyəcəyik deyə bir cümlə ilə Elman videonu yekunlaşdırır. Podkastımızı yekunlaşdırırıq. Bura qədər izlədiyiniz üçün minnətdarıq dostlar. Kanalımıza abunə ola bilərsiniz. Bizə baxın. Baxın. Hələlik. Yox, dayan. Sabahlarım sən sabahlarım evdə 1000 manat pul tapacaqsan. Wow. Bax, bu videonu bəyən, paylaş, şərhə 1000 manat yaz. Sabahlarım o 1000 manatı tapacaqsan. Və saatın 13:30 olması 33 rəqəmi mələklər bizdən. Allahım. Dostlar, növbəti podkastda görüşmək ümidi ilə sağollaşırıq sizinlə. Sağ olun. Bir həftədən sonra buradayıq.